Sən başa salmağa çalışıram. Bir insanın ən zəif nöqtəsi bilirsiniz nədir? Qarşı tərəfdən məsləhət götürməmək, onu özünə sıxışdırmamaq. O insan özünü onu sıxışdırmır ki, mən kimdənsə nəsə götürürəm. Təşəkkür, hədiyyə üçün çox sağ olun. Onun bir pis nöqsanı var ki, yaxşı sözü pis qəbul edir. Özü söhbəti açır, sonra deyirsən, mən hamının yanında pis çıxardırsan. Mən səndən şəxsidə danışmışam, WhatsAppda danışmışam o söhbəti. Sən açırsan canlı yayında. Mən səni necə pis çıxarda bilərəm cəmiyyətin içində? Və buna görə canlı açmaq istəmirdim. Dedim, sabaha qalsın. Çünki mən onun xəssiyyətini bilirəm.